Hər kəs salam. Ətraflı yazılı cavab tələb olunan tapşırıqlara proqramlaşdırmadan ə, videolarımızı davam etdiririk. Biz deməli qalmışdıq 108-ci sualda. 108-ci sualda deyilir ki, doğulduğunuz ayın sıra nömrəsini klaviaturadan daxil etdikdə ad gününüzün hansı fəslə düşdüyünü təyin edərək çap edən proqramı Python dilində yazın. Qeyd edim ki, mən yenə bu Python üçün onlayn olan Python versiyadan istifadə edəcəm. Deməli yazırıq. İlk növbədə biz rəqəm daxil etdikdə fəsli göstərməlidir. Ona görə rəqəm daxil etmək üçün yazırıq. N bərabərdir. Ədəd tipli int input. Daha sonra şərtlərimi yazıram. If əgər 3-cü ay, yəni 3-cü aydan yazdan başlayaq da, böyükdür, kiçikdir, bərabərdir n-dən və böyükdür, bərabərdir 3-dən, biz daxil etdiyimiz qiymət 3-dən böyükdür, bərabərdir və 5-dən kiçikdir, bərabərdirsə, o halda biz üçün çap eləsin yaz fəslini. Sonra elif əgər daxil etdiyimiz rəqəm 6-dan böyük və 8-dən kiçikdirsə, biz üçün çap eləsin yayı. Print yay. Və elif davam edirik. Elif əgər deməli 9-dan daxil etdiyimiz rəqəm 9-dan böyük, bərabər 11-dən kiçik, bərabərdirsə, o halda biz üçün çap eləsin payızı. Payız. Əks halda isə else bizdə olacaq qış ayı, qış fəsli. Print qış. İndi isə gəlin tətbiq edək. Ranı mən burada işə salıram və məndən bir rəqəm daxil etməyimi istəyir. Daxil etdiyimiz rəqəm bildiyimiz kimi, məsələn, 1-dən 12 daxil olmaqla 13-ə qədər olmalıdır da. Yəni, birinci yazıram, birinci ay. Birinci ay bizdə qış ayıdır, düzdürmü? Sonra yenə daxil edirəm. İkinci ay, yenə qış ayıdır. 5-ci ay, yəni may ayı, yaz ayıdır. 8-ci ay, yay ayıdır. Bu formada artıq biz bu deyilən tapşırığı yerinə yetirmiş olduq. Növbəti sual, 109-cu sualı keçirik. 109-cu sualda deyilir ki, klaviaturadan n, yəni 100-dən kiçik natural ədəd, 100-dən kiçik natural ədədi daxil edilir. Bu ədədin neçə rəqəmli olduğunu çap edən proqramı təyin edin. 100-dən kiçik natural ədəd daxil edilir. Bu ədədin neçə rəqəmli olduğunu tapın. Deməli, biz bu dəfə n-i sətir tipli yazacağıq. Çünki onun neçə rəqəmli olduğunu tapmaq üçün. Və onu mənimsədirik A-ya. A-ya mənimsədək. A uzunluğunu bilmək üçün. Len n. Daha sonra deyirik if A əgər 1-ə bərabərdirsə, çap etsin ki print
print. Bir rəqəmli. Bir rəqəmli. Rəqəmli. Və ya A bərabərdir 2-dirsə, yəni daxil etdiyimiz ədədin uzunluğu 2-yə bərabər. Burada yuxarıdakında 1-ə bərabərdirsə, aşağıdakında 2-yə bərabərdirsə, o halda çap eləsin 2 rəqəmli. Və proqramı işə salırıq RAM vasitəsilə. Məsəl üçün yazıram 99 2 rəqəmlidir. Və yaxud yazıram 8 1 rəqəmlidir. Daha sonra işə salıram 23 2 rəqəmlidir. Yəni asan misaldır əslində. Yəni bu şərtlər daxilində biz bu proqramı yerinə yetirmiş olduq. Keçirik 110-cu suala. 110-cu sualda deyilir ki, klaviaturadan n natural ədədi daxil edilir. Bu ədəddən dərhal əvvəl və sonra gələn ədədi və onların tək və ya cüt olduğunu təyin edib çapa verən proqramı Python dilində yazın. Burada misallar da var. Deməli, ilk növbədə biz yenə n yazırıq. Ədəd tipində bir ədəd daxil edirik input vasitəsilə. Daha sonra həmən ədəddən dərhal əvvəl deyirsə n -1 olacaq. Və B-yə mənimsədəcək. Dərhal sonra deyirsə n +1 olacaq da. Düzdürmü? Sonra şərti deyirik. Əgər bu ədəddən də tək və ya cüt olduğunu təyin edən. Əgər if A deməli 2-yə bölünəndə qalıq 0-dırsa, yəni cüt ədəddirsə, qalıq 0-dırsa, deməli cüt ədəddir. Print A virgül B. B virgül cüt ədəddir. Biraz böyüdü. Else yəni bu şərt işləməsə çap etsin ki print A B virgül tək ədəddir. İndi proqramı işə salırıq. Yəni burada göstərdiyim misalla biz də qeyd edirik. Deməli 28. Gördüyünüz kimi çıxışda da eyni oldu. Deməli 27 tək ədəddir, 27 tək ədəddir, 29 cüt ədəddir. Biz 28-i daxil etdik. Tək ədədlərdir. Hə, tək ədədimə burada şey yazmışam. Çıxışa düz yazım ki, tək ədədlərdir. Cüt ədədlərdir. Tək ədədlərdir. Aha. Deməli, məsəl üçün 13 yazırıq. 13-dən əvvəl gələn cüt ədəddir, sonra gələn cüt ədəddir.
və yaxud da ki 30 yazıram. 30-dan əvvəl gələn tək və sonra gələn tək ədədlərdir. Keçək 111-ci suala. 111-ci sualda klaviaturadan daxil edilmiş x tam ədədi üçün funksiyasının qiymətini hesablayan Python dilində yazaq. Biraz uzun olacaq. Biraz böyüdüm. Aha. Deməli, x bizdən istəyirsə, deməli yazırıq x, yuxarıdan yazın. X bərabərdir int inputun içində yazıram x bərabərdir ki, bilim ki, x-ə daxil edəndə x də çıxsın orada. Sonra şərtimi yazıram. If, o birinci şərt, x kiçikdir, bərabərdir 5-dən. Əgər x kiçikdir, bərabərdir 5-dən, o halda birinci əməliyyatı yerinə yetirəm. Yəni, y bərabərdir. Modul bizdə nədir? ABS. Modulun içində x üstəgəl 2. Onun da üzərinə gəlirik. 3 vurulsun x-ə. Daha sonra elif növbəti şərt. Deməli, x 5-dən böyükdür. X 5-dən böyükdür və 7-dən kiçik bərabərdir. Kiçik bərabərdir. Aralayacaq. Bu halda yerinə yetirəcək, deməli, y bərabərdir. Mötərəzədə 3 vurulsun x üstü 4. Bu formada yazırıq. Onun da üzərinə gəlirik 10-u. Bunları da hamısı kök altındadır, düzdürmü? Kök altında da olanda 0,5-ə qüvvət olur 0,5. Və yaxud da növbəti şərtdə də və yaxud da else olacaq. Artıq else-də də else. Çünki bu şərtlərə daxil olmayan artıq x kiçikdir 7 olacaq da. Ona görə yazmağa ehtiyac yoxdur. Bu halda da y bərabər olacaq x-in kubu çıxılsın 2. Və çap etsin. Y-in qiymətində print, aşağıdan yazın. Çap etsin print, deməli, y bərabər olacaq y-in qiymətinə, vergül, y-in qiyməti. Yəni, bu formada yazılır. Burada düzdür. İndi gəlin, baxaq. Run edək. Bizə bir ədəd daxil edək. Tutalım ki, x birinci şərtə girir. X-in qiyməti 5-dir. Enter daxil edir. Cavab olur 22. Deməli, birinci şərtə daxil olanda 5-in üstünə 2 gəlirik, 7 eləyir. 5-i vurur üstünə 3-ə olur 15. 15-in də üstünə 7 gəlir, 22 eləyir. Sonra 7-dən böyükdür. Əgər 8 olsa, 8 olduğu halda 8-in kubundan çıxır 2-ni. Deməli, 8-in kubu 512-dir. Ondan da 2 çıxanda 510 eləyir. Gördüyünüz kimi 111-ci sualda yerinə yetiririk və son olaraq
112-ni də yerinə yetirək. Növbəti suallar qalsın növbəti videoya. Deməli 112-ci sualda deyilir ki, klaviaturadan daxil edilmiş tam A və B ədədləri üçün bunu böyüdüm. Ədədlərin üçün funksiyanın qiymətini hesablayan proqramı Python dilində yazın. Yazaq. Bunu da böyüdüm. Deməli, bu dəfə bizdən 2 dənə ədəd daxil etmemizi istəyir. A və B ədədlərini. Deməli, yazıram A int input mötərizənin içində dırnaq A bərabərdir. Bunu yazdım. Bunu Ctrl C, Ctrl V eləyirəm, düşür aşağı. Burada yalnız A-ları dəyişirəm. Olacaq B. Vaxt itirməmək üçün. Daha sonra bu şərtlər daxilində, yəni A əgər if A B-dən kiçikdirsə, o halda biz bu hissəni 3B modulda açıq B üstəgəl 3 vurulsun mötərizədə AB-ni yazmalıyıq. Yəni Z bərabərdir, əvvəlcə yazırıq, Z bərabərdir. Mötərizədə 3 vurulsun B bölünsün modul, yəni ABS açıq B. Üzərinə gəlirik. Bunu da üzərinə gəlirik. 3 vurulsun mötərizədə A üstəgəl B. Növbəti şərt elif əgər deyir A B-yə bərabərdirsə, A bərabər B, Z bərabər olacaq. Kök altında A kvadratı üstəgəl modulda B3. Mötərizədə yazırıq. 2 vurulsun A-nın kvadratı. Üzərinə gəlirik. ABS. Yəni ki, modulda B-nin kubu. 3 kubu. Bunlar hamısı da olacaq kök altında. Yəni ki, vurulsun 0,5. Else yazırıq növbəti, yəni şərtdə, yəni bu şərtlərdən heç biri ödənməsə bir dənə şərt qalır. O da else kimi yazmaq olar. Z bərabər olacaq A-nın kvadratı bölünsün modulda, yəni ABS A üstəgəl B. Və çap eləsin, sonda print Z bizdə nəyə bərabər olacaq? Z, baxaq, Z, dırnaqda yazaq, Z bərabər olacaq, vergül, Z-in qiymətinə. İndi işə salaq. 2 dənə rəqəm bizdən istəyəcək. Tutaq ki, sonuncunu eləyək. Sonuncuda A B-dən böyükdür. Deməli, A olsun 4, B, gözləmədim mən, gərək A çıxsın. A bərabərdir, çıxmalıdır. A bərabərdir 4, B bərabərdir 3. Deməli, A-nın kvadratı 16-nı bölür A üstəgəl B-yə, yəni 7-yə. Olur. Bu qədər. Bu Z bərabər olacaq buna. 2 tam onda nə qədərsə. Və yaxud da ki, A kiçikdir B-dən. A olsun 4,
B olsun 5. Cavab 42 eləyəcək. Bunu hesabladı. Oldu 42. Bu qədər. Suallarınız olsa yaza bilərsiniz. Hələlik videonu saxlayıram. Davamını növbəti videoda çəkəcəm. Diqqətiniz üçün təşəkkür edirəm. Sağ olun.